Məhəmməd Əsəd bəyin Şərqdə neft və qan əsərində müasir dövrümüzlə oxşar olan çox maraqlı bir məqam var. Deməli, əsərdə qeyd olunur ki, bir yığın şübhəli insan o vaxt kommunist oldu. Məsələn, eşşəyə əzilən heyvanların nümayəndəsi kimi hökumət tərkibinə seçilmək təklifini tam ciddiliklə irəli sürən keçmiş dəlixana sakini hərbi nazir oldu. Xalqın rifahı qayğı tanımış seniorlardan birinə tapşırıldı və savadsız bir matros təhsilə rəhbərlik etdi. Ailəmizin narazılığına baxmayaraq mənim qohumlarımdan biri də kommunist rəhbər oldu. O, tez-tez bizə gələrdi və bir dəfə atam soruşdu ki, niyə məhz bu bacarıqsız insanlar hökumət tərkibindədirlər? Çünki heç kim bizlə işləmək istəmir. Qohumumuz cavab verdi. Əgər istəyirsinizsə, elə günü sabah sizi maliyyə naziri edək. Bu, sadəcə və sadəcə 20-ci əsrin əvvəllərində qurulmuş Sovet rejiminə aiddir. Yəni, rejim yeni idi və ləyaqətli kadrlar tapmaq çətin idi. Ağlınıza başqa şey gəlməsin. Yəni, sadəcə Sovetin yeni qurulduğu illərə aiddir.